Mənə bir köməkçi xanım lazım idi və çoxlu CV-lər gəlirdi, zənglər gəlirdi. Hər kəs də rəsmi danışır, rəsmi maillər göndərirlər, işə dəvət olunmaqla bağlı. Bir xanım zəng elədi, adi zənglə zəng eləyib. Salam, iş görüşməsinə görə zəng eləyirəm. Dedim ki, buyurun və danışığından hiss olunurdu ki, xanımda heç bir təcrübə yoxdur. Normalda gördüklərimə əsasən o zəngin qarşılığında kimsə onu dəvət etməzdi deyə düşünürəm. Amma mən şans vermək istədim. O xanıma özüm location konumu göndərdim, özüm dəvət etdim ofisə və bildirdim ki, heç kim görüşməsin, o xanımla özüm görüşəcəm. Xanım gəldi ofisə, çox qorxaq, çox ürkək bir vəziyyətdə gəldi otağa və xanım əyləşdi, sual verdim, yaşı falan, yəni yetərincə də 30 yaşı var idi və heç yerdə çalışmamışdı. Sual verdim, filan şeyləri bilirikmi, bilmir, heç nə, təcrübə, bilik sıfır. Bir tək onu dedi ki, mənim övladım var və mən yoldaşımdan ayrılmışam və bilmirəm ki, övladımı necə saxlayayım. Bu söz mənə çox təsir elədi və bildirdi ki, mənim məsələn yoldaşım atamla, anamla mağazinə gedir və övladımın istədiklərini atam, anam alır onun üçün. Mənim gəlir yerim yox, mən övladıma bir ana kimi heç nə ala bilmirəm. Mən övladıma ayda bir 100 manatlıq da nəsə alsam, o mənim üçün kifayətdir. Mənə 100 manat maaş verin, amma mən bilim ki, övladıma 100 manatlıq nəsə alacam. Bizim də müəyyən işə götürməklə bağlı kriteriyalarımız var idi. Dil biliyor olsun, filan şeyləri bilsin və mən yığdım xanıma ki, bizim elanı silin artıq, mən işçi tapmışam. Dedilər, kimdir? Dedim, bəs bir xanım tapmışam, hər şeyi də bilir, amma halbuki heç nə bilmirdi. Və xanıma dedim ki, sənə kim nə soruşsa, işlə bağlı, sənə kim nə tapşırıq versə, gəl mənim otağımda, mən sənin üçün eləyəcəm, onu öyrədəcəm sənə və sən get, onu özün etmiş kimi göstər, təqdim elə. Təsəvvür edin, o xanım hönkürtü ilə ağladı o otaqda və o qədər dualar elədi ki, siz mənim həyatımı xilas etdiniz. Mən o əzabdan, istirabdan, o fikirlərdən çıxdım və evə girəndə bir ana kimi oğlumla rahat mağazinə də gedəcəm. Artıq o şeyləri düşünməyə başladı və elan olundu ki, o xanıma kurslar təşkil etdik, müəyyən proqramları da öyrətdik və xanım hal-hazırda orada rəsmi şəkildə işinə hələ də davam edir və demişəm ki, mən buradan çıxmış olsam belə o xanıma heç kim toxunmasın.